Salam, mən Dahi Akademiyanın İngilis dil müəlliməsi Xalidə müəllimə. Sizinlə 23 noyabrda keçirilən bilik yarışından 5-ci sinifə aid olan ingilis dili sualları ilə birlikdə baxacağıq, tanış olacağıq, düzgün cavablarımızı qeyd edəcəyik. Qeyd edim ki, sizin kitabçanızda ingilis dilinə aid olan suallar 51-ci sualdan başlayır. 51-ci sualda isə complete the sentence with am is are. Cümlələri əmizarla tamamlamaq tələb olunur. Və öncə də to be haqqında, yəni əmizar haqqında qeydlərimizi yadımıza salaq. Demişik ki, to be bir feildir, qaydasız feildir, zamana şəxsə görə dəyişir və indiki zamanda da zamana görə dəyişdiyindən 3 zaman forması var. Am, is və are. Və öyrənmişik ki, artıq I ilə am, təkdə olan əvəzliklərimiz, yəni 3-cü şəxsin təki, she, he, it ilə is, yerdə qalan əvəzliklərimiz, yəni yerdə nə qaldı? We, you və they. Hər biri ilə are işlənir. Və yaxud da, əgər mübtədamız təkdə olarsa is, cəmdə olarsa are əvəzliyi, to be-nin are forması yazılır. Elə indi gəlin qayda suallarımıza boşluqları tamamlayaq. My teacher, Mrs. Brown, mənim müəlliməm xanım Brown. Mübtədamızın təkdə olduğunu görürük. Mənim müəlliməm. Mübtəda təkdə olduqda biz bilirik ki, to be-nin is forması işlənir. Deməli, birinci cümləmizin düzgün cavabı olacaq is. Və yaxud da onu əvəz edə bilərik əvəzliyi ilə. Əvəz etdikdə teacher'nin qadın və ya kişi cinsi olduğunu bilmirik. Lakin burada Mrs. dediyinə görə artıq bu bizə bu teacher'mizin, yəni qadın müəllimə olduğunu qeyd edir. Yəni onu mən əvəz etdikdə she ilə əvəz edə bilərəm. Mübtəda olduğuna görə, mübtəda olduqda onu biz subject pronounla əvəz edirik. Onda subject pronounu she'dir. She ilə isə is'in to be-nin is forması yazıldığını artıq çox gözəl öyrənmişik. İkinci cümləmizi keçirik. O və mən, she and I, happy today. O və mən dediyinə görə artıq cəmdir. Ya da bunu əvəz edə bilərəm əvəzliyi ilə. O və mən oluruq biz, yəni we. We ilə də artıq are forması işləndiyini çox qəşəng öyrənmişik. Deməli, she and I are happy today. O və mən bu gün xoşbəxtik cümləmizin tərcüməsi də belə olacaq. Üçüncü cümləmizdə eyni qaydada uşaqlar, bu sizi çaşdırmasın. Sən və o deyir, you and she, yəni əgər təkcə she olsaydı is yazardıq. Lakin burada yanında you, yəni sən də var deyə. Bunu əvəz etsək əvəzliyi ilə o və sən olacaqsınız siz. Siz you ilə də to be-nin are forması işləndiyini artıq öyrənmişik. You and she are my best friends. O və sən mənim ən yaxın dostlarımsınız. Dördüncü cümləmizdə books. Dedik ki, mübtəda cəmdə olduqda yenidən to be-nin are forması işlənir. Books are awesome, kitablar möhtəşəmdirlər və yaxud da əvəz eləyə bilərsiniz onun əvəzliyi ilə. Books demişik, mübtəda əgər cəmdirsə, tək və yaxud da cəm, onun subject pronounu zeydir, canlı, cansız fərq etməz. Əgər mübtəda cəmdədirsə, deməli subject pronounu onun zey olacaq. Zey ilə də işləndiyini artıq öyrənmişik. Deməli, birinci cümləmizdə düzgün cavabımız, birinci sualımızın düzgün cavabı oldu C variantı. Is, are, C variantı. Keçid edirik 52-ci sualımıza. 52-ci sualımızda isə bizdən yanlış variantı yazmağımız tələb olunur. A variantı that's my dog, it's clean, o mənim itimdir, o təmizdir. B variantı news are useful, xəbərim faydalıdır. C variantı my jeans are blue, mənim cinsim mavidir. D variantı isə they are my dogs, onlar mənim itimdilər. Bu cümlələrdə tərcümə baxımından heç bir səhv olmasa da, qrammatik baxımından biz bilirik ki, zətlə to be-nin is forması işlənir, işarə əvəzliyi. Zət işarə əvəzliyi özündən sonra əvəzlikləri, xəbəri, ismi təkdə istəyir. Burada da xəbərini tək verib, itlə də iz işlənir. Heç bir problem yoxdur, doğrudur. Lakin B variantında mübtədamız newsdur. Newsun sayılmayan isim olduğunu artıq öyrənmişik. Və bilirik ki, sayılmayan isimlər xəbəri həmişə tək olur. Yəni təklərlə də iz işlənir. Yanlış variantdır. My jeans, cins cəmdir, cəmlərlə are olur, Z ilə are olur, hər şey doğrudur. Yanlış istədiyinə görə yanlış cavabımız B variantı oldu. Keçirik növbəti sualımız, yəni 53-cü sualımıza. 53-cü sualımızda possessive adjective
Bunun digər adı isə possessive pronoundur. Yəni biz artıq indiyə qədər possessive pronounluq öyrənmişdik. Lakin məktəb dərsliklərimizdə artıq bunu biz possessive adjektivlə əvəz etmişik. Gəlin yadımıza salaq. Hansılar idi bizim possessive adjektivlərimiz? My, your, his, her, its, our, your və their. Bunlar bizim possessive adjektivlərimizdir. Nə üçün bunlara possessive adjektiv deyirik? Çünki bunlar özündən sonra isim istəyir. İsimsiz ifadə etdikdə mənaları olmur. Ona görə də mütləq isimlə yazılmalıdırlar. İsim aldığına görə də onların adı possessive adjektiv olur. İndi isə suallarımıza qaydırıq. A variantı, this is me phone. Me, obyekt əvəzliyi olaraq öyrənmişik. Özündən sonra isim istəmir, yanlışdır. This is our class. Bu bizim sinif otağımızdır. Bəli, our possessive adjective olduğunu yazmışıq, öyrənmişik. Özündən sonra isim istəyir, ismi də yerindədir. Doğru variantımız B variantı. C variantında we are good friends. D variantında isə you are in grade 5. Bu cümlələrdə səhvlik yoxdur. Lakin bizdən possessive adjective istədiyinə görə, possessive adjective dediyinə görə biz C variantını deyil, B variantını götürürük. Baxmayaraq ki, cümlə düzgündür, tərcümə baxımından, qrammatik baxımından doğrudur. Lakin possessive adjective deyil, we və you subject pronounlardır, yəni personal pronounlardır, onları götürə bilmərik. 54-cü sualımızda complete the sentence with the correct pronoun. Düzgün əvəzliklə cümləmizi tamamlamaq tələb olunur. Və boşluq və are my choice. Boşluqdan sonra are gördüm və avtomatik yuxarıda da qeyd etdiyimiz kimi I ilə am işləndiyini bilirik. It is artıq yanlış olduğunu bildiyimizə görə bunları çıxırıq. Qalarıq we və they arasında. Hər ikisi ilə are to be-nin are forması işlənməsinə baxmayaraq, mütləq cümləmizin tərcüməsinə də baxmalıyıq. Ona görə A variantını deyil, düzgün cavab D variantını götürəcəyik. Çünki A variantını qoyub tərcümə etdikdə we are my choice, biz mənim oyuncaqlarımıq, tərcümə düz gəlməyəcək. Ona görə düzgün cavab onlar mənim oyuncaqlarım, yəni they are my choice D variantı olacaqdır. Keçid edirik 55-ci sualımız. 55-ci sualımızda write the correct answer to the given question. Verilən suala düzgün cavab seçin tələb olunur. Əlbəttə ki, biz bilirik ki, cümləmizdə A lot of children in the street görürük və biz öyrənmişik ki, there is there are cümlələrinə sualı necə veririksə, cavabı da elə there is ilə there are ilə qaydırıq. Yəni there mütləq cavabda olmalıdır. Və tərcüməsi belədir. Küçədə çoxlu uşaqlar varmı? There ilə qaydacağımıza görə D variantını çıxıram. Z ilə cavab vermək olmaz. C variantını çıxıram. Niyə? Çünki əgər no deyibdirsə, notu da mütləq olmalıydı. D variantını, B variantını ona görə çıxıram ki, sualım əgər izlə verilibsə, cavabım da izlə verilməlidir. A variantım isə doğru variantdır. Sualımı there izlə, are-la verib, there are-la da cavab veribdir. Küçədə çoxlu uşaqlar varmı? Yes, there are, bəli var. Düzgün cavabımız A variantı. Keçid edirik 56-cı sualımıza. Choose the correct variant to the gap. Boşluğa düzgün variantı seçin. Yenidən there-li cümlə görürük və biz bilirik ki, there-la başlayan cümlələr özünə ən yaxın isimlə uzlaşacaqdır. Əgər ən yaxında olan isim təkdədirsə is, cəmdədirsə are yazacaq. Burada isə sofa, yəni təkdə olan bir isim divan ismini görürük. Deməli, düzgün cavabımız yenidən A variantı olacaqdır. Cəm olan isimləri avtomatik çıxırıq. Z-yə M deyə bir şey yoxdur, bunu da çıxırıq. Qaldıq A variantı doğru variant. There is a sofa and two armchairs in the house. Evdə 2 kreslo və 1 divan var. Düzgün cavabımız A. 57-ci sualımızda write the given sentence in the question.
Verilən cümləni sualda yazın. Sualda yazın tələb olunur. Cümləmiz isə your teacher is from Brazil. Sənin müəllimən Braziliyadandır. To be-ni öyrənəndə bunu da öyrənmişik. Demişik ki, to be-nin cümlədə vardırsa, hansı forması işlənibsə, həmin cümləyə sual verdikdə, həmin forma sadəcə keçir cümləmizin əvvəlinə. O da olur, cümləmizin sual işarəsi yazılır və sual forması. Elə isə bu cümlədə is ifadəsi keçiriləcək cümlənin əvvəlinə olacaq. Is your teacher from Brazil? Düzgün cavabımız A variantı olacaq. Zamana görə dəyişə bilmərik. D variantı getdi. Sənin müəllimin təkdədir. Sualı izlə verməliyik. B, C getdi. Sən Braziliyadan yox, bizə deyir ki, verilən cümləni tərcümə et. Ona görə B gedir. A variantı düzgün sualımızdır. Cümləmizin düzgün sual formasıdır. Keçirik 58-ci sualımıza. 58-ci sualımızda fill the gaps, boşluqları tamamlamaq tələb olunur. Boşluq is she, she is my teacher. O mənim müəlliməmdir. Deməli, mən suala elə bir variant yazmalıyam ki, cavabda o mənim müəlliməmdir cavabını verə bilim. Where, harada, when, nə zaman, who, kim, whose, kimin. Əgər A variantını qoysam, where is she, o haradadır, o mənim müəlliməmdir cavabını vermərik. A variantı yanlışdır. B-ni qoysaq, when is she, o nə zamandır, o mənim müəlliməmdir. Yenidən tərcümə düz gəlmir. C variantı, who is she, o kimdir, she is my teacher. Bəli, doğru variantımız C variantıdır. O kimdir, o mənim müəlliməmdir cavabını verərik. Whose həm qrammatik baxımından, həm tərcümə baxımından yanlışdır. Whose özündən sonra həmişə isim istədiyinə görə avtomatik çıxırıq. Burada isə is xəbər gəlibdir. 59-cu sualımızda isə give the correct definition of the given word pilot. Pilot sözünü verilən definitionlardan düzgün definitionu seçməyimiz tələb olunur və pilot sözünün də biz elə pilot, yəni kim təyyarəni uçurur, ona biz pilot deyirik. Pilot sözünün də təyyarəni uçuran şəxs olduğunu bildiyimizə görə düzgün cavabımız olacaq B variantı. A person who flies a plane, təyyarəni uçuran şəxs, yəni pilot, pilot. 60-cı sualımızda isə choose the correct variant, doğru variantı istəyir bizdən. A variantı, she is my best friend. To be-nin she forması ilə izin işləndiyini, she də tək olduğuna görə friendin də tək olduğunu veribdir və hər şey doğrudur. Düzgün cavabımız elə A variantı olacaqdır. B variantında Ali and she is my best friend. Yuxarıda da qeyd etdiyim kimi uşaqlar, əgər təkcə she olsaydı, iz işlənməsi doğru olardı. Lakin burada yanında Əli də var. Əli və she, o yəni, bu olacaqdı onlar. Onlar ingilis dilində, o da they idi. They ilə də ar işlənər, ona görə B variantı yanlışdır. C variantı Tom and Jerry. Tom, Jerry əgər dırnaq içində verilməsəydi, arın doğru olması, ar to be-nin forması doğru olacaqdı. Lakin Tom və Jerry dırnaq içində verilibdir və biz də bilirik, dırnaq içində verilən əndlə bağlansa belə bir-birinə, bu ya bir əsər, ya bir film, ya çizgi film, ya kitab adı olduğuna görə, yəni bir dənə kitab, bir çizgi film adı olduğuna görə yanlışdır, iz olmalıydı. D variantı isə Ali's sisters is doctors. Əlinin bacıları. Əgər söhbət Əlidən geçsəydi, Əlinin to be-nin düzgün iz forması işlənməsi düzgün olacaqdı. Lakin burada Əlinin bacıları dediyinə görə, bacılar da cəmdədir deyə, yəni bunu əvəz etsək olacaq Z ilə də to be-nin ar forması işlənər. Burada isə iz veribdir. O baxımdan da yanlışdır. Düzgün cavabımız oldu A variantı. Beləliklə də ingilis dili suallarının izahına birlikdə baxdıq. Ümid edirəm ki, istədiyiniz nəticəni toplamısınız. Hər birinizə uğurlar arzulayıram.